Salam əziz izləyicilər. Növbəti TV Box qutu açılımı və tanıtım videosu. Bu günləri P7 Android TV. Belə bir TV Box gəlib. Wi-Fi 6. Wi-Fi 6 təbii ki Wi-Fi 6'dan istifadə etmək üçün Wi-Fi 6'nı dəstəkləyən modemlər də olmalıdır mütləq. HDR Android 12. Belə bir məlumatlar var. Wi-Fi 2.4, 5 GHz, Bluetooth 5.4. Grafik prosesoru Mali 31. Prosesoru da Allwinner 618. Qablaşdırılmasından hiss olunur ki TV Box keyfiyyətli istehsal olunub. Qablaşdırılması da biraz digərlərindən fərqlənir. Açaq görək, açılmağını da görürsünüz. Düzdür, sadə, minimalist bir qablaşdırılması var. Burada TV Box'un özü kifayət qədər ağır TV Box'tu. Böyle bir pultu var. Bluetooth pult, sesli aktarış düyməsi. Burada da xüsusi 2 ədəd düymə qoyulub ki, televizorun pultunu əvəz eləsin. Yəni bu iki knopkaya televizorun söndürmə, yandırma və bu knopkasını bu pulta oxudursunuz və televizoru yandırıb söndürürsünüz. Adaptör 5 volt 2 amper. Orada da belə bir HDMI kabel. Bir de burada tabii ki istifadə qaydası kağızı. TV Box'umuza baxaq yaxından. Girişləri demək olar ki standartdır. LAN girişi, AV giriş, HDMI. Buradan da adaptörün girişi. Micro CD kart yeri, USB girişlər. Burada da ekran. Balaca bir LED ekran. Saatı, məlumatları göstərmək üçün. Yaddaş 216 model P7.
Pultuna da baxaq. Pultu kifayət qədər keyfiyyətlidir. Burada məlumatlar, istifadə qaydası yazılıb. Mouse'u var, mikrofonu var. Bunun üzərində əlavə olaraq bu rəqəmli düymələrin olmağı da məncə üstünlük sayılır. Hər hansı bir rəqəmləri yazanda birbaşa buradan rəqəmlərlə yazırıq, daha sürətli. Kifayət qədər pult. Yaxşı pultdur. 2 ədəd nazik batareya ilə işləyir. Çox yumşaq. Oradan da çox yaxşı pultu var. Belə dostlar. Qutu açılımı bu qədər. İndi keçirik televizora. Qoşaq, görək ana ekranın menyusu ümumiyyətlə necə işləyir. Birlikdə baxaq. Televizora qoşduq aparatı. İlkin olaraq ayarlar bölümünə gələk. İnternet 5G-ni dəstəkləyir. Bluetooth 5-i dəstəkləyir. Pultu da Bluetooth-la bağlıdır. TV Box-a. Sonra burada Google account. Cihaz məlumatları. P7 fabrika ayarlarına sıfırlama, recovery mod. Android 12. Standart olaraq Android ayarlarıdır. Demək olar ki, bütün TV Box'larda eynidir. Bütün dillər burada var. Yaddaş RAM 2, yaddaş 16. Google Assistantı dəstəkləyir. Chromecast dəstəkləyir. Yəni telefonu televizorun ekranını yönləndirmək. Belə. İndi Play Store-a daxil olaq. AIDA 64. AIDA 64 proqramını yükləyək. Daha dəqiq məlumatlarla tanış olaq. Görək istehsalçı bizə verən məlumatlar doğrudur yoxsa reklam. Deməli, üretici, istehsalçı Google kimi görsənir. Model P7, yaddaş RAM 2, yaddaş 16 doğrudur. İşləmcisi, yəni prosesoru Alvin RH313 aşağı 616, 618 bunlar demək olar eynidir hamısı. Doğrudur. Grafik prosesoru Mali G31 normaldır. İnternet bayaq dediyim kimi 5G-ni dəstəkləyir.
frekansalara 5G band dəstəkləyir. Android 12 doğrudur, Android 12 versiyası. Digər məlumatlar 55 dərəcə. Çox qızmayan bir TV boxdur bu. Əsas məlumatlara baxdıq. İstehsalçının doğru məlumat verdiyini gördük. Yəni, bəzi TV boxlarda qutunun üzərində yazılan içindəki parametrlərlə uyğun gəlmir, amma bu TV boxda uyğun gəlir. Bu TV boxun işləməyindən də görürük ki, normal bir TV boxdur. Səsli axtarışı yoxlaya bilərik. Pultun üzərindəki mikrofon düyməsinə basırıq. Hava nasıl? 8 derece ve çoğunlukla bulutlu bir hava var. Normal. YouTube'u aç. YouTube for Android. Gördüyümüz kimi YouTube'u da açır. YouTube'un daxilində axtarışı yoxlayaq. 4K video. Görürsünüz ki, YouTube'un daxilində də problemsiz. YouTube videolarını da oynadır. İleri çekək. Görək. YouTube'u da problemsiz işləyir. YouTube IPTV film proqramlarına baxmaq üçün kifayətdir bu TV box. Yəni bunun gücü maksimum 4K 30 FPS. Əvvəlki videolarda da demişdim, 4K 60 FPS, Allwinner 618, Allwinner 313, 616 bunların gücü çatmır. 4K 60 FPS videoları açmağa. Amma qalan bütün tapşırıqların öhdəsindən gələ bilir. Proqramların açılmağı da normal. Görürsünüz. Hamısı yaxşıdır. Biraz TV boxlar haqqında məlumat vereyim. Bilirsiniz ki, yəni iki yerə bölünür bu TV boxlar. Google sertifikatı olanlar və olmayanlar. İlk növbədə, demək olar hər videoda deyirəm ki, ilk növbədə Google sertifikatı olan cihazlara üstünlük vermək lazımdır. Çünki Google'un rəsmi dəstəyi olduğuna görə orada proqramlarda bir problem çıxmır. Məsələn, son vaxtlarda bu YouTube bağlı sertifikatsız cihazlarda YouTube'un bağlandığını görürük, rəsmi YouTube'un. Ona görə ilk növbədə qiyməti baha da olsa Google sertifikatlı cihaz almaq məsləhət görürəm. İkinci halda sertifikatı olmasa belə keyfiyyətli cihaz, firma istehsalı cihazları almaq lazımdır. Belə cihazların rəsmi səhifəsi olsun,
rəsmi bir şirkəti olsun, proqram versiyaları pozulanda hardansa yükləyib proqram versiyasını yeniləmək olsun. Yəni qutunun üzərində yazılmış yüksək rəqəmlər, yaddaş 8, 128 və yaxud da ki nə bilim 8K. Yəni bu tip məlumatlar marketinqdir, yəni çox həqiqəti əks etdirmir. Təbii ki, həqiqəti əks etdirənlər də var. 828 yaddaşla, yəni 50-60 manata, 70 manata TV box almaq olmaz. O yaddaşda, o keyfiyyətdə TV boxlar hamısı 100 manatdan, 150 manatdan yuxarıdır. Ona görə də TV box alanda ümumiyyətlə əsas sertifikatı olub olmadığına, ikinci sertifikatı yoxdursa belə rəsmi bir saytı varmı, rəsmi bir firması varmı? Yəni ki, bunlara fikir vermək lazımdır. Hələlik bu qədər. Qarşıdan gələn bayramlarınız da mübarək. Dünya Azərbaycanlıların Həmrəylik günü və yeni il münasibəti ilə hər kəsi təbrik edirəm. Ümid edirəm ki, növbəti ildə hər kəs üçün uğurlu gələr. Bizim YouTube kanalımız da növbəti ildə sizin dəstəyinizlə inşallah inkişaf edər və belə yararlı, lazımi məlumatları sizinlə bölüşməyə mənə yardımcı olar. Hələlik bu qədər. İnşallah növbəti videolarda görüşərik.